Tek, gözle gelsin əksəriyyət satsın, söz o vətəndir. Amma bunun da arzuları vardı, istəkləri vardı. Bu da o toy görmək istəyirdi. Bu da istəyirdi o illərlə tapıntı olan, həsrətin çəkdiyi o evladı görsün, bölsün və onun xeyrini görsün. O da qismət olmalı. Çox ağır der. Sizin dəvətlər qurban olun. Çox sağ olun. Öpürəm hamımızın əllərindən var olun. Var olun. 3-4 qonağım qalıb. Qısa onları da eşidək, çünki maşın bizi gözləyir. Bayram Aşıqlıya söz vermək istəyirəm. Bayram müəllim, qısaca da olsa sizin fikirlərinizi də eşidək. Bu gözəl məclisdə cəm insanların hər birini salamlayıram və şəhidlərimizin valideynlərinin doğmalarının qarşısında baş əyirəm. Hər kəs ki, bugün bu ada buraya gəlib, hər birinə minnətdaram. Öz adından şəxsən, çünki bunu mən sevirəm, bu işin, bu yolun, deyək ki, bir balaca da olsa yolcusu mən də bu işdə varam. Vaxtınızı almayayım, sadəcə sizə ən gözəl sözlər deyildi. Mən elə bir söz istəyərdim deyim, amma onu o səlahətində, o gücündə deyiləm ki, o sözü yenidən icad eləmək lazımdır ki, sizə o sözlər deyilsin, o gözəl sözlərin daha gözəli deyilsin inşallah. Ona da qismət olacaq, nail olacaqsan. Eşq olsun hər birinizə, bu günümüzə şükür olsun. Hər birinizin qarşınızda bir daha baş əyir. Eşq olsun. Təşəkkür edirəm. Sizlərin sözünüz varsa eşidək və bizim ehtiyatda olan hərbiçimiz var, tədbirimizdə iştirak edir. Onu da həm də şairdir özü, yazardır. Duyğularını eşidək. Çox sağ olun. Çox sağ olun. Allah razı olsun. Esmira xanım, mən sizə minnətdarlığımı bildirirəm ki, belə tədbir keçirdirsiniz, kitab yazırsınız, şəhidlərimiz, qəhrəmanlarımız barəsində. Mən bütün yazılar birin rəhbərini salamlayıram, qonaqlarımızı, şəhid anaları, şəhid atalarını, qaziləri, veteranlarımızı. Mən özüm 9 il bundan qabaq 2016-cı il aprel döyüşlərində iştirak edildi. Bu həmən dövrə təsadüf eləyir. Allah bütün şəhidlərə rəhmət eləsin. Allah razı olsun. Övladım da antiterror əməliyyatlarında qəhrəmanlıq göstərib, Xocalı, Xocavənd, Ağdərə, Xankəndi rayonlarının alınmasında iştirak edib. Yoldaşım da hərbçisidir. Mən nə demək istəyirəm? Azərbaycan xalqının Allah razı olsun ki, belə şəhidlərimizin, qəhrəmanlarımızın həmişə yanındadır. Şəhid anaları, sizə mən qarşınızda baş əyirəm. Sizin övladlarınızın qan tökdüyü torpağa mən qurban olum. Onlar ki, düşmana diz çöktürdülər, Azərbaycan bayrağını qaldırdılar azad olunmuş torpaqlarda öz qanı ilə, canı ilə. Bu sizin qələbənizdir. Cənab Ali Baş Komandanımızın dəmir yumruq rəhantısında sıx birləşdilər. Torpaqlarımız azad olundu. Düşmana qan utturdular. Düşmən anaları ağlar qoydular. İcazənizlə mən bir dənə vətənimizə ait şeirlə məclisimizi yekunlaşdırıb öz çıxışımı. Vətən söyləyir salam, o inciyər almasam. Gözlərinə çökər qan, onun üçün ucalmasan. Əldə bayraq, dildə marş, sözdə ona can deyən, onun üçün et, cihad, savaş, bir Azərbaycan deyən. Sənin yuxun sayılmır, sən vətəni görməsən. O gözlərim ayılmır, anam səsin gəlməsə. Vətən səsi anamın laylasından seçilmir. Mənim artır inamım, dinləməsəm sevilmir. O bülbülün səsindən doyan varmı söyləsin, ananın sinəsindən körpə ayrı neyləsin. Sənə Leyli Məcnunun vətənindən səs salıb, görüb dinləyə bunu, sevib ondan həzz alıb. O Müslümün ifası səni sevdirir vətən, onun səsi, sədası səslənəndə qürbətdən. O Habilin kamanı vətən simindən gəlir, heyran edir dünyanı, sevən ismindən gəlir. O müşfiqin yarımçıq, yaşamaqdan doymayan, vətənidir göz açıb, tez göz yumub uyuyan, vətən səni gözləyən, Şəhriyarın yarğısı, o ayrılıq söyləyən, Zorofsunun mahnısı. Vətən sağ olsun, Allah şəhidlərimizə rəhmət eləsin, Qarabağ, Azərbaycan. Sağ ol. Mövzusu mənim üçün doğmadır, əzizdir. Burada əsas da Sumqayıt şəhərini mənə sevdirən olan şəhidləridir. Burada mənim üçün tanış simalar da çoxdur. O simalardan biri də bizim Allah rəhmət eləsin, Ülvi qardaşımızın anasıdır. Mən onlarda 2 dəfə olmuşam. Yəni həm əmsinin tədbirində olmuşam, Ülvi qardaşımızın, həm də özünün.
Şəhid sözü həqiqətən çox şərəfli sözdür. Mən ömür boyu arzulamışam ki, mən də bu müqəddəs ada ucalım, amma çox təəssüf. Ona görə mən sizin hər birinizin qarşısında baş əyirəm və sizin huzurlarınızda Esmira bacıma bir tutul vermək istəyirəm, şəhidlər bacısı. Yəni, həqiqətən də o insan bu ada layiq deyil, çünki mən haçan Facebook'a girirəm, ya sorağı Neftçaladan gəlir, ya Oğuzdan gəlir, ya Sumqayıtdan, ya axırda dünən zəng gəldim ki, Esmira bacım, tədbiri baş tutacaq, yoxsa yox. Sizi mən Bakıda görə bilmirəm. Bəli. Eşq olsun sizə. Analarımızın qarşısında baş əyirəm. Allah sizləri qorusun, analar. Siz yaşayın ki, şəhidlərimiz də yaşasın. Yəni, sizi olmasanız, şəhidlərimizi biz bu qədər daha da tez-tez ziyarət edə bilmərik, tez-tez gələ bilmərik. Çünki sizsiniz bizi yaxşı mənada vadar edən ki, gərək sizi ziyarət edək və sizin simanızda şəhidlərimizi ziyarət edək. Allah onları rəhmət eləsin, məkanları cənnət olsun. Amin. Mənim şeirlərim şəhidlər haqqında var, mən şeir deyə bilmirəm, çünki şəhid adı yəni ona görə də hüzurlusan mən şeir deyə bilməsəm və mən hüzurunuzda bacımıza, Esmira xanıma öz kitabımı hədiyyə eləmək istəyirəm. Çox gözəl, Mən ki, çox vətən gözəl. qarşısında az-azlıq da olsa öz borcumu yerinə yetirəm. Çünki bu Esmira bacımın yazdıqlarının yanında heç nədir. Amma dəryada bir damlasa nə xoş mənim halıma. Burada bizim Sumqayıt şəhidimizin atası, Orxanımızın atasına da şeir yazmışam. İnşallah nə vaxt sonra ziyarət etsəm, onu da hədiyyə eləyəcəm kitabımıza. İnşallah. Təşəkkür edirəm. Çox sağ olun. Doğrudan da dünən mənə zəng Təbrik edirəm. Esmira xanım, sabah tədbir dəqiq olacaq. Dedim, o sözsüz, sabah mütləq tədbirimiz var. Axı, siz hələ gəlib Bakıya çıxmamısınız. Ayın birində Qubadaydım, şəhidimizin ad günü var idi. Dünən biz Rübabə xanımla bir yerdə Xudatdaydıq, şəhid Fəxrəddin Fərəcovun ocağındaydıq. Və gecə çatmışıq. Bu gün də burada Bakıda tədbirimizi həyata keçiririk. Harda olmamdan asılı olmayaraq, əsas odur ki, bilirəm ki, orada yolumu gözləyənlər var və mən də çalışıram ki, yolumu gözləyənlərin gözlərini çox da intizarda qoydum. Sizdən xahiş edirəm, əgər nə zaman Sumqayıtda tədbir olsun, mənə də deyəcək. Çünki ora mənim üçün çox doğma şəhərdir. Bakı o qədər doğma deyil, amma Sumqayıt mən o qədər doğma. Bizə bölgələrə elə sevdirən şəhid ailələridir. Mən doğrudan da bütün bölgələrə, mən binənin adı gələndə Radanam yadıma düşür. Mən binənin adı gələndə Qurban Əlinin ailəsi yadıma düşür. Mən Sumqayıt deyəndə Sumqayıtın bütün anaları mənə əzizdir. Çünki hər gün demək ola bir yerdəyik. Beyləqan deyəndə Mehdimin, Eşqi Mehdilinin ailəsi yadıma düşür. Çünki biz onlarda doğmalığı görmüşük. Əvvəllər bölgələri, alimləri, professorlar tanıdardı. Bu gün bizə bölgələri şəhidlərimiz tanıdır. Və mən qürur duyuram ki, elə qəhrəmanlarımızın ailə üzvlərini də daha yaxından tanıyır.